birinci qruplar. Hər gün bir isbat edirik, gün 2 və isbata təzə başlayan şagirdlər, əlbəttə ki, isbatdan qorxmamaqları üçün birdən-birə çətin isbat deyil, asandan çətinə doğru getməlidirlər. O yüzden bu isbat sizə çox yararlı olacaq. Elə isbatı bilənlər də özünü yoxlaya bilər. Deyir ki, üçbucağın xarici bucaqlarının cəminin 360 olduğunu isbat edir. Yəni, görünüşdə çox asan bir isbata oxşuyur. Birinci özünüz yanaşın, görün necə olur. İkincisini isə mən deyirəm. Deməli, isbatı, dəyərli şagirdlər, isbatı necə gedəcək? Birinci biz bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi, yəni x plus y plus z 180. Sonra nə bilirik? Baxın, bu m ilə x necə bucaqlardır? Qonşu bucaqlardır. Deməli, yaza bilərəmmi? M plus x bərabərdir 180. Bəli. Digər tərəfdən y və n necə bucaqlardır? O da qonşu. Y ilə n 180. Digər tərəfdən z ilə k da qonşu bucaqlar olduğundan o da 180. Sonra nə edirik dəyərli şagirdlər? Sol tərəfi toplayırıq və sağ tərəfi toplayırıq. Onda sol tərəfi toplayanda x plus y plus z-i və m plus n plus k-nı ayrıca qruplaşdırıram. Bərabərdir. Bu yüzəştatları da toplayanda 540 edir. Sonra nə bilirik? Deyirik ki, bax bu hissə 180 olduğuna görə m üstəgəl n üstəgəl k-nı tapanda m üstəgəl n üstəgəl k nəyə bərabər olur? 540-dan 180-in fərqinə bərabər olur. O da 360 isbat olundu.